Salam, hər vaxtınız xeyir. Bu dərsdə, yəni listin 11-ci dərsliyində mən Fibonacci strategiyasından, ümumiyyətlə Fibonacci nə olduğu haqqında məlumat vermək istəyirəm. Fibonacci dəyərləri necə qeyd edilir, Fibonacci necə istifadə edilir, Fibonacci-dən necə skapda istifadə eləmək olar və yaxud swing-də istifadə eləmək olar, bu barədə məlumat verəcəm. İlk növbədə Fibonacci nədir? Fibonacci bu alətlər panelində solda bu hissədə yerləşən, yəni üçüncü olan Fibonacci retracement adı var burada, budur. Siz böyük ehtimal bunu atanda sizdə bu cür olmayacaq. Sizdə bu çox qarışıq formada və rəngbərəng olacaq. Onun nastroykasını düzəltməyi mən sizə indi izah eləyəcəm. Yəni ayarlarını necə düzəldirlər. İlk növbədə bunu atandan sonra istəsəz burada bunun nastroykası var, setting var. Buradan girə bilərsiniz. Bunun üstünə 2 dəfə basa bilərsiniz. Və yaxud da ki, bunu sağ klik eləyib, burada setting var və yaxud da ki, ayarlar, nastroyka bu. Buna girirsiniz. Burada böyük ehtimal sizdə bunların hamısı açıq olacaq. Bunları bağlayırsınız. Çünki bunlar istifadə etməyəcəyiniz olan oranlardır. Deməli, burada açırsınız ilk növbədə 0-ı, 0,5-i, 1-i, 0,786-nı, 0,618-i və 0,382-ni. Mən açığı 382-ni çox da istifadə eləmirəm. Amma bəzən böyük timelarda filan, yəni oradan bir reaksiya aldığı gerçək var. Bunu görmüşəm ki, reaksiya alır oradan da. İstəsəz dediyim kimi siz əlavə eləyin, onu da nəzərə alarsınız atdığınız deməli fibolarda. Deməli hamısının rəngini qara eləyin ya da öz istədiyiniz kimi necə istəyirsiniz eləyin. Burada ayarları gördüyünüz kimi eləyin. Background burada background da var bunun. Bunu söndürün ki, daha rahat olsun, qrafik oxuya biləsiniz. Yəni ayarları gördüyünüz halda gətirin. Burada da ancaq dediyim kimi 051, 786, 618 və 382-ni aktiv halı gətirin. Bizim üçün önəmli olan səviyyə 618 səviyyəsidir. 05-618 səviyyəsi arası. Ona görə də bunu fərqli rəngdə eləməyiniz tövsiyə edilir. Əlavə olaraq Fibo necə atılır və nədə istifadə olunur? Fibonacci ümumiyyətlə niyə görə traderlər buna inanır? Çünki bu daha doğrusu trader niyə işləyir? Çünki traderlər buna inanır. Traderlərin müəyyən inandığı bir şey var ki, qiymət 618-dən reaksiya alır və bunu bir nəfər düşünmür. Bunu deyək ki, milyonlarla insan düşünür və hər kəs qiymət 618-də olanda deyək ki, yəni belə necə deyim, lord ilə deyirəm də, buradan başlayırlar yüklənməyə, qiyməti alış eləməyə və ona görə qrafik qalxır. Sonra mən də və yaxud siz də girirsiniz və atırsınız bura, baxırsınız ki, qiymət 618-dən reaksiya alıb. Siz də başlayırsınız inanmağa və siz də başlayırsınız 618-də bay açmağa. Nəyə görə olur bu? Yəni təkcə baydan söhbət getmir. Bu deməli atdığınız Fiboya görə dəyişir. Məsəl üçün mən bayaqları burada 5 dəqiqəlik qrafikdə Fibo atdım. Yəni sel gözləyirdim mən. Buradan sel açmışdım. Düşən deməli trenddə bay açdım. Nəyə görə? Fiboda çünki 618-dən reaksiya almasını gözləyirdim. Halbuki aktiv selim var. Yəni profitdəyim və gözləyirəm ki, düşsün deyək ki, öz istədiyim zonaya. Mən nəyə görə onu elədim? Çünki gördüm konkret oradan reaksiya alacaq və aldı da. İndi həmin hissəni sizə göstərmək istəyirəm. Bundan da əlavə başqa nümunələr də göstərəcəm. Orada 1 dəqiqəlik blok var idi. Deyəsən bura deyə. Nə o yeri tapım. Buradır. Deyəsən yoxsa yox. Haydi yadımdan çıxıb ya. Haraydı ora? Tapdım buraydı. Deməli, bu qalxdı, bura inatından sonra qalxdı bura və buradan reaksiya aldı, düşürdü. Mən də götürdüm bu dibdən. Fibo necə atılır ümumiyyətlə? Əgər görürsünüz bu aşağıdan yuxarı qalxıb deyə, əslində bura yəni Fibo atılacaq yer deyil. Burada təpə də yoxdur. Prosta elə-belə mən atdım yəni. Yəni bu həmişə burada işləyəcək deyə bir şey yoxdur. Harada işləyəcək mən sizə göstərəcəm. Bunu atırsınız buradan, dibdən yuxarı, təpəyə doğru. Əslində bu yəni təpə sayılır mənim üçün. Düşən şeyin yaşıl təpəsidir. Yəni mən belə düşündüm. Bəlkə də səhv düşünmüşəm. Amma hər bir halda işlədi. Mən buna 1 dəqiqəlikdə baxırdım və 1 dəqiqəlikdə atdım. Çünki 1 dəqiqəlikdə belə düşüşdən sonra bu cür qalxışlar mən bunu dib və təpə olaraq görürdüm. Ona görə də Fibo atdım. Bu düşəndən sonra. Bu düşəndən sonra gəldi, deməli bu hissədən 618-dən böyük reaksiya aldı. Mən bunu gördüm. Daha doğrusu buradan mən açdım. Hətta burada açmadım, burada açdım mən. Mən bu düşüşü gözləmədim. Mən burada açdım. Çünki həm burada blok var idi, buradan reaksiyasından düşündüm qalxar. Həm də 618 səviyyəsi idi. Yəni Fibonacci-ni ümumiyyətlə tək istifadə eləməyin.
Fibonacci bir net confirmation yəni başqa bir şeylər də var. Bu da onun üstünə gəlir deyə mən daha da əmin oluram. Məsələn burada blok var, həm 1 dəqiqəlik, həm 5 dəqiqəlik. Bu buradan sonra reaksiya alacaqdır. Fiboda da 618-ə düşür. Sizə 2 qat əmin olmaq şansı yaradır. Sizin stopunuz az, çünki 618-dən aşağı düşəcəyini düşünmürsünüz. Düşəcək, düşməyinə. Amma ilkin reaksiyasından tutacağınız qazanc önəmlidir. İlkin reaksiyasında da ən azından bir 3-5 dollar adam buradan gözləyər də. Çünki 1 dəqiqəlik qrafikdir. Təsəvvür edin burada, deyək ki, buradan bay açmış olsaz, stopu da çox yox, uzaqbaşı bura qoysaz, bir də bu belə qoyun deyim. Nəyə görə belə qoyursunuz? Çünki 618-dən aşağıdır və 1-2 dollarlıq stop qoysaz, lap istəyirsən bura qoy, hara istəyirsən qoy. Əsl odur ki, bu gəlib bir 2 error verib. İndi stopu mən belə qoymazdım. Mən scalp edirəm deyə, yəni stop çox az istifadə edirəm. 3 verir, 2 verir. Məsələ burada error deyil. Məsələ lap girəndən sonra break də eləyə bilərsən. Məsələ bunun bu cür düşüşdə reaksiyasını 618-dən almasıdır. Tək 618-ə görə deyil bəlkə də. Burada blok da var. Ondan da almış ola bilər. Amma hər bir halda bu işlədi. Və mən burada gözləmədim. Bu qədər qalxacağını düşünmürdüm. Mən elə trendə uyğun buralara qalxanda bağladım əməliyyatımı. Yuxarıdan da sellərim var idi. Davam elədi selim. Yəni Fibonacci deməli bu cür qrafikdə qalxanda dibdən açılır, təpəyə qoyulur 0. Əgər trend düşüşdədirsə və yaxud düşən trendi açırsınızsa, misal üçün göstərim sizə. Belə deyək. Bu hissədən. Bu təpədən, indi bura təpə sayılmır, amma 5 dəqiqədə baxarıq. Dibə atılır. 5 dəqiqədə baxaq təpə hardadır. Əslində bura tam təpə deyil. Bura düşür. Hara düşür? Burada sayıla bilər təpə. Əslində burada tam olaraq bir təpə yoxdur. Bunu 15 dəqiqəlikdən yaxşı buradan atmaq olardı. Buralar sayıla bilərdi. Amma burada sayıla bilər. 1 dəqiqəlikdə baxın. Yəni mən nə demək istəyirəm? Əgər təpədən atılırsa, onda Fibo atılır yuxarıdan, yəni Fibonun seçirsiniz, yuxarıdan tutub aşağı dartırsınız və dibə qoyursunuz. Bu halda 1 yuxarıda olur, 0 aşağıda olur. Əksində, əgər aşağıdan yuxarı atırsa, yəni trend yuxarıdırsa, onda da 1 aşağıda olur, 0 burada olur. Aydındır? Misal üçün, bunu daha böyük time'da göstərim ki, necə işləyir. Seçməmişəm açığı, konkret bir şey. Burada düşüş var nəsə. Bu xəbər düşüşüdür böyük ehtimal. Amma yenə də bir təpə olduğuna görə, bax təpədən qoyursunuz, dibə qoydunuz, fikir verin, düz 618 səviyyəsində dirənib qalıb və reaksiyasını oradan alıb. Reaksiyasını alıb, qalxıb, çıxıb gedib. Bu, o demək deyil ha, Fibo atdınız qalxan trendə 618-dən reaksiya alıb trend dəyişəcək, düşəcək aşağı. Belə bir şey yoxdur. Sadəcə ilkin reaksiyadan tuta biləcəyiniz məbləğdir ki, bu 45-dən, yəni 145-dən düşüb deməli 4000-ə kimi. Yəni 45 dollarlıq 4100-ə kimi daha doğrusu üzrəm. 45 dollarlıq, yoxsa necə qədər deyək, səhvdən bəlkə. 145-dən 100-ə düşüb də düz deyirəm də 45 dollar. 45 dollarlıq bir düşüş olur. Düzdür, bu 30 dəqiqəlik qrafikdir. Yəni vaxt aparan şeydir. Biraz bu swing sayılır, amma hər bir halda buradakı reaksiyasından da pul tuta bilərdiniz. Yəni işləməyinə Fibo işləyir. Yəni mənim zaten məqsədim isə bunu sübut eləmək deyil, sadəcə məlumat verməkdir ki, Fibo necə istifadə edilir. Hətta bunu dediyim kimi dəqiqəlikdə də, yəni scalp eləyə bilərsiniz. Böyük time'da daha yaxşı işləyir əlbəttə ki və bayaqdan da dediyim kimi, təkcə Fibonacci oranına görə giriş eləmək düzgün deyil. Siz trendi bilməlisiniz, qiymətin hara gedəcəyini bilməlisiniz. FBG olsun və s. İndi gələcək dərslərimizdə daha ətraflı strategiyalar barəsində məlumat verəcəm. Yəni bunlardan 2-3 confirmation görəndən sonra deməli Fibonun da confirmationu sizin üçün bir təsdiq olur ki, yəni Fiboda da 618 zonasına gəlib. Qoy buradan əməliyyat açım. Fibonun dəyərləri və atılma tərzi haqqında deməli göstərdim. Ümid edirəm ki, aydın oldu. Bu qədər sualınız olsa kommentdə ətraflı bir dənə də bax görürsən yadımdan çıxdı. Bir dənə onu da deyim. Bu arada, yəni bunu ayrıca dərs kimi durub keçmək istəmədim. Amma Fibonun 0.5 səviyyəsi ilə 1 və 0 arasındakı məsafəyə premium discount deyirlər. Əslində bu söhbəti başqa dərsdə deməliydim, amma ayıb yox, qoyun dedim. Premium discount nədir? Qiymətin 0.5-dən aşağı olduğu hissə. Yəni bunu istəsəz Fibonun içində deyil də, yəni bunun nastroykasında
əlavə template-də yenisini açıb da əlavə edə bilərsən. Mən bunun üstündə də görürəm. Bu 0.5 səviyyəsi nədir? Bu 0.5 səviyyəsi qiymətin, misal üçün belə deyim də, atım bu təqribi. Yəni necə izah edeyim? Okay, belə izah edeyim. Fibonu atdım buradan. Formada. Bu 0.5 səviyyəsi var. Bu 0.5-in üstü premium zone sayılır. Premium zone nə deməkdir? Bahalı zona. 0.5-in altı isə discount zone sayılır. Discount nə deməkdir? Ucuz. Deməli, əgər qiymət 0.5-in altındadırsa, biz buradan buy əməliyyatı üçün entrylər tapa bilərik ki, 382-dən necə reaksiya alıb burada qalxıb. Amma deyəsən səhv çəkmişəm. Nəysə. 0.5-in üstündə isə sell üçün səbəblərdir. Optimal entry trade-də bayaq dediyim kimi 0.5-618 səviyyələri hesab edilir. Yəni bu zonadan reaksiya alınır və qiymət dəyişir. Mən qoy bunu düzgün çəkim ki, danışanda da səhvlik olmasın. Bu düşüşdədirsə, mən deyəm bu qalxıb. Yox, mən hardan çəkməliyəm? Buradan çəkirəm. Əslində belə çəkməliyəm, amma deyək belə çəkirəm mən. 0.5-in üstü premium zondur. Yəni satış üçün entryləri 0.5-in üstündə gözləməlisiniz. Əlbəttə ki, 30 dəqiqəlik bir saatlıq qrafikdən söhbət gedir. Yəni burada mən fibonu böyük atmışam. Daha az da, yəni 5 dəqiqəlik, 15 dəqiqəlikdə də həmçinin atıb dəstək, direnç və yaxud da ki, high-low arasında, yəni ki, yüksəklik və alçaqlıq arasındakı atdığınız fibodan hardan daha düzgün entry eləyə bilərsiniz. Bu 0.5-ə görə dəyərləndirə bilərsiniz. Yəni 0.5-in altı ucuz bölgə sayılır. Buradan alışlar eləmək daha məntiqlidir. Daha ucuza alırsınız. 0.5-in üstündə də satırsınız. Misal üçün, buradan alış eləyən adam gəlib burada satıb. Və yaxud da ki, 0.5-in üstündə 79 səviyyəsindən sell açan adam gəlib deyək ki, 0.5-in altında satıb. Bu formada işləyir premium discount. Premium discount da nəzərinizdə olsun. Bunu da həmçinin istifadə edə bilərsiniz. Fibo dəyərləri deməli 1, 0, 0.5, 1618, 1786 və 1382. Bu qədər. Bu dərs bu qədər idi. Gələn dərsdə görüşmək ümidi ilə sağ olun.